Leysan yağışları Siyəzəndə fəsadlara səbəb olub. Siyəzən Məşrif yolunun 11-ci kilometrliyində Gilgilçay üzərində olan körpü yararsız vəziyyətə düşüb. Nəticədə bu istiqamətdə bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib. 10 kənddən də bəlkə yuxarı olar, ahalisi də çoxdur. 10 minəcən var ahalisi, yaşayış var onlarla. Hal-hazırda çaydan sel gəlib, körpündəki uçurub, yol bağlıdır, yol yox. Dəvəki zonasından da yol uçulub, oradan da bağlıdır. Çaraq ev, Calğandır, Daşlı Calğan, Orta Calğan, Qoz ağacı, Meşrif kəndi, Qalaltı kəndi, Qərəh kəndi, Qoz ağacıdır, sonra gəlir boyunda Güləhdir, Güləhdən onu Çaraqdır, Uqəhdir, Kunçaldır, bunlara vapca yol yoxdur, yuxarı yol yox. Səhər saatlarında yağan aransız yağışlar nəticəsində yaranan sel Siyəzən Məşrif avtomobil yolunun 11-ci kilometrində Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub, əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Sürücülərdən alternativ olaraq Bakı-Quba Rusiya Federasiyası ilə Dövlət Sərhədi avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur.